Uşaqlar salam. Bugünkü dersimizin izahında sizə kimya test toplusundan arenlər testinin izahını verəcəm. Keçək suallarımızın izahına. Birinci sualda yazıb ki, hansı karbohidrogenlər normal şəraitdə qaz halındadır? Əvvəla onu deyim ki, arenlərin içərisində qaz yoxdur. Bunu bilirik. Digər siniflər alkan, alken, alkin, alkadiyen və tsikloalkanlar. Bunlarda karbonun sayı 5-ə qədər olanlar qazdır həmişə. 5-ə qədər dedim. Deməli, onda cavab avtomatik 1-dən 3-dür. Aşağı nümayəndələr həmişə qaz olur da. İkincidə, sadə formulları CH-a uyğun olan maddələr sırasını göstər. CH-a uyğun o deməkdir ki, yəni indekslərinin nisbəti 1-in 1-ə olsun. 1-in 1-ə cavabı Y variantındadır. C2H2, C6H6. Onların sadə formulu CH-dır, amma həqiqi formulları ayrı-ayrı da. C2H2 bilirsiniz ki, CnH2-6 2-dir. C6H6, o da CnH2-6-dır. Ona görə Y variantı. Üçüncüdə, neçə maddə təsvir edilmişdir? Neçə maddə təsvir edilib? Baxaq. Bax, birincidir, ikincidir, bir də dördüncüyə bir baxın. 1, 2, 4-ə bir baxın. Bax, onlar eynidir. Çünki CH3-lər yanaşıdır. Onun hər üçü 1-2 dimetil benzoldur. Üçüncü ilə də 5-ci eynidir. Niyə? Məsələn, bax, burada mən bunu belə yazanda da nömrələsəm 1, 2, 3, 4, 5, 6, 1, 4-dür. Mən bunu belə də nömrələsəm. Bir fikir ver, belə yazıb da CH3. Radikalların ikisi eyni deyə fərq eləmir. Hansından istəyirsən başla. Hər iki tərəfdə eyni nömrəyə yaxın düşəcəksə, görsən yenə 1, 4 dimetil benzol. Yəni 1, 2, 4 eynidir, 3 ilə də 5 eynidir. Yəni burada cəmi 2 dənə maddə təsvir olunur. Başa düşdünüzmü? O da B variantıdır. Sonra 4-cü sualda C7H16-dan toluol alıb. Əvvəla yazıram C7H16. Toluol nətər yazılır? C7H8. Bundan buna gedəndə 8 dənə hidrogen çıxmaq lazımdır. 8 hidrogen 4 mol H2 deməkdir. X-in qarşısında 4 olacaq. 4-də D variantı. 5-cidə benzolun üstünə X mol xlor gələndə, bax, benzol C6H6-dır. Xlor gəlib, amma bilmirəm nə qədər. Heksaxlor benzol belə yazılır. C6 xlor 6 üstəgəl H xlor. Bu bilirsiniz də hansı reaksiyadır. Benzolun üzərinə 6 mol xlor gəlib, alüminium xlor 3 katalizatoru iştirakındadır. Ona görə A variantıdır. 6-cıda tsikloheksan. Tsikloheksan CnH2 formuluna tabidir. Tsikloalkanlar. Heksan deyirsə 6 karbon, C6H12 ox qoydum. C6H6. Bundan bunu çıxanda 6 hidrogen qalır. 6 hidrogende 3 mol H2 deməkdir. X-in yerində 3 olur. 6-da D variantı. 7-də benzol sırası karbohidrogenlərin formulu CnH2-6-da C variantıdır. 8-ci sualda hansı maddə karbohidrogenlərə aiddir? Karbohidrogen nə deməkdir? Yəni yalnız karbon və hidrogendən ibarət olmalıdır. Hətta karbohidrogenlərin formulunu biz belə tanıyırıq da, bilirsiniz. 6 sinifini öyrətmişəm. Alkan, alken, alkin, alkadiyen, tsikloalkan, aren. Cavab C variantıdır. 8-də C. 9-cu sualda benzolun quruluşu. Benzol belədir də, C6H6. A variantıdır. Sonra 10-cu sualda benzolun molekul formulu C6H6. Yox. 9-da A variantı. Benzol molekulu C6H6. Y variantıdır. 11-də N-ə 8 qoy deyir. CnH2-6-da N-ə 8 qoyanda C8H, 2 dəfə 8, 16, 6 çıxanda 10, C8H10, B variantıdır. Hidrogen sayını istəyir, B variantı. 12-ci sualda. 12-ci sualda benzol sırası karbohidrogen bilirik ki, onların formulu belə yazılır da, qayda qanunla. CnH2-6. İndi burada hidrogen sayını verib 2 vur, N üstəgəl 1 çıx 6. Bax, sizə sual verirəm. Bu N nəyi bildirir? Əlbəttə ki, karbon sayını. Yəni biz burada hidrogeni necə tapmışıq? Karbon sayını 2-yə vurub 6 çıxmışıq. İndi bir bura baxın. Nəyi 2-yə vurub 6 çıxıb? N plus 1-i. Deməli karbon sayı N plus 1 imiş. Y variantı. 13-də benzol sırası karbohidrogenlər bilirsiniz ki, CnH2-6 yazılır və N bunlarda 6-dan başlayır. Onda 3-cü nümayəndəsi 6, 7, 8, 8 eləyir. C8H10-dur. Cəmi neçə atomu var? 18 dənə D variantı. 14-cü sualda. 14-cü sualda karbon sayına N plus 1 qoy deyir. Aren deyir, yəni benzol sırası. Belə yazılmır. Benzol sırası karbohidrogenlərin formulu belə yazılır. İndi burada karbon sayına N plus 1 qoy. Hidrogen tapandan ağayrıq. Karbon sayını 2-yə vurub 6 çıxırıq. Buyurun. İndi hidrogen tapaq. 2N
Çıx 4. O da Y variantı. Y variantı. Hidrogen sayı. Sonra 15-ci sualda. Benzolun homologunun molekulunda 10 karbon atomu varsa, CnH2 çıx 6. Benzolun homologunun molekulunda 10 karbon var. C10, H, 2 dəfə 10, 20, 14. 10 karbon var, 20, aha. Hidrogen atom sayı 14. A variantıdır cavab. 15'də A. 16'da. Benzol sırası belə yazılır. CnH2 çıx 6. Burada hidrogenin sayı 2n çıx 6 bərabərdir 16. 2n bərabərdir 22. N də bərabərdir 11. C11H deməli 16. Buyurun. Karbon atomunun sayı 11 dənəymiş. A variantı. 17-də hansı maddə aromatik birləşmələrə aid deyil? Aromatik birləşmə üçün içərisində, yəni bax bu olmalıdır. Başa düşdünüzmü? Stirol belə yazılır. Burada var. Sonra benzoid turşusu. Benzoid turşusu, yəni hər hansı bir yerə fərq eləmir. Yəni COH yaz, bu benzoid turşusudur. Bu da aromatikdir, çünki benzol həlqəsi var. Fenol. Yəni istəyirsən OH oraya yaz, istəyirsən buraya yaz. Yəni fenol da budur. Sonra ksilol. Ksiloldakı 2 dənə CH3 olandır. Bu indi orta ksiloldur. Sonra izopren. İzoprendir də cavab. Niyə? İzopren çünki alkadiyendir. Alkadiyende nə gəzir? Benzol nüvəsi. Ona görə cavab 17-də Y variantıdır. 18-də. Hansı maddənin molekulunda bütün karbon atomları sp2-dir? Əlbəttə ki, stirolda. Baxın, stirol aren döy. Amma aromatik birləşmədir. Niyə? Çünki benzol əlqəsi var. Burada 8 karbon var, 8-i də sp2-dir. C variantı. 19-cu sualda. Əvvəla, yəni bu 19-cu sualdan qabaqda çox olacaq. Ona görə o reaksiyaların üçünü də yazıram. C6H6-nın üstünə xlor gələndə, ferm xloru 3, ferm xlor 3. C6H5 xlor, üstə gəl H xlor. Xlor gələndə bu H-ün işıqda. C6H6 xlor 6. Üstünə xlor gəldik, alüminium xlor 3. C6 xlor 6, üstə gəl H xlor. Bu heksaxlor benzoldur adı. Üzr istəyirəm, xlor benzoldur. Yəni bir dənə xlor var da. Xlor benzoldur. Sonra bu heksaxlor tisikloheksandır. Bu isə heksaxlor benzoldur. Bu xlor benzol. Heksaxlor tisikloheksan, bu da heksaxlor benzol. Bu da məndən indi dəmir 3 bromid iştirakında reaksiya deyir. Bizə dəqiqə yazıram. C6H6-nın üstünə brom gəlib 1 mol. Deməli ferrum brom 3 iştirakında. Xlor olsa ferrum xlor 3 olur da katalizator. Burada alınır C6H5 brom, üstə gəl H brom. 39 qram benzol. Deyir ki, alınan üzvü maddənin kütləsini tap X. Molun altında əmsal yazılır, qramada qram yazılır. Yo, bir dəqiq. Bu bizdən nə istəyir? Bir dəqiq. 39 qram benzol yazdım. Qramın altında qram, bu da 78. Aha, 1 mol bromdan, bu 1 mol broma aiddir. 1 mol bromdan keçir və alınan üzvü maddənin kütləsi X. Emerin də verib 157. Bununla bu gedir 2. Bunu 2'ye böləndə 7 də 2, 14, 8, 10'da 5. 78, 10'da 5 var mı? C variantıda. 20'də. Metil sikloheksan. Metil sikloheksan. Sikloheksan sikloalkanlara aiddir. Onlarda pi sistem yoxdur da bilsiz. Metil sikloheksan budur. Bundan 3 mol H2 çıxardanda bu alınır. Bu. Bunun üzerine oksigen gələndə belə alınır. Aydındır mı? Üstə gəl su. Bunun adı nədir? Benzoid turşusu da bu. C variantı. Toluoldu da. Toluol oksidləşəndə nə verdi? Benzoid turşusu verdi. Aydındır mı? Yaxşı. C variantı. Sonra 21-ci sualda. Hansı ifadə benzola aid deyil? Benzol. Benzol belə yazılır. Bax, tam açıqlığınla yazıram. Bilirsiniz ki, hər təpə nöqtəsi karbondur. Bunun hər təpə nöqtəsi 6 karbon var. Hidrogenlər birləşdi.
C6H6-da 6 sigma rabitə. Xeyr, burada 12 dənə sigma var. Bax niyə? 6-sı karbon hidrogen arasındadır. 6-sı da karbonlar arasındadır. Bax buyurun belə. 12 sigması var. C6H6 deyil bu. Aha. Bunun içərisində 12-yə 6-ya vuranda 72 qram karbon, 6 qram da hidrogen var. B-lə-C də düzdür. Yəni səhv istəyirdi. Hə, A variantı. Səhv istəyirmiş A variantı da. Digərləri düzdür. Karbon atomları arasında rabitənin uzunluğu eynidir. Bəli, arada pi sistem bunun hamısına təsir eləyir də. 0,140 nanometrdir. Bilirsiniz də, materialda da qeyd eləmişdim ki, benzol həlqəsinin özünə məxsus bəzi xüsusiyyətləri var. Karbon atomlarının arasındakı uzunluq 0,140 nanometr idi. Yəni burada bütün karbonlar sp2-dir, 6-sı da. Toluol üçün nə doğru deyil? Doğrudur. Toluol budur, C7H8. Yəni benzola bir dənə metil artır. Arenlərin ikinci nümayəndəsi. Baxın, arenlər bromlu suyu rəngsizləşdirmir. Amma kalium permanganata gələndə benzoldan başqa hamısı rəngsizləşdirir. Deyir, bu qızdırılanda kalium permanganatı rəngsizləşdirir, düzdür. Metil sikloheksanın katalizator iştirakı ilə dehidrogenləşməsindən alınır. Bəli, metil sikloheksan budur. Metil sikloheksan budur. Bundan 3 mol H2 çıxardanda toluol alınır. Deməli, bir düzdür. Çünki arenlərdən bir dənə benzol yan şaxası olmadığı üçün dedik kalium permanganatı rəngsizləşdirmir. 1 plus, 2 plus. Bütün karbonlar sp2 olanmaz. Çünki bu karbon yalnız təhqiqat çıxdığı üçün sp3-dür. Onda cavab 1-2-dir, C variantı. 23-də. Deyir, toluol almaq üçün neçə mol heptan götürmək lazımdır. Normal heptan. Normal heptan. Heptan nədir? Alkan. Heptan neçə karbondur? 7. Alkanlarda enə 7 qoandan alınır. C7H16. Bundan toluolu almaq üçün 4 mol H2 çıxmaq lazımdır. Niyə? Çünki toluol C7H8-dir. Görsən, bundan 8 hidrogen əksiltdim, bu alındı və burada 4 mol H2 elədi. 8 hidrogen 4 mol H2 deməkdir. Mən əvvəl yazıram ki, 460 qram toluol almaq üçün 460. Buna da 92. Neçə mol normal heptan? X mol molun altı əmsal. Bu eləyir 5 mol. Mən sizə demişəm də, çıxım məsələlərində məhsulu tapdıqsa, aldığımız ədədi verilən faizə vurub 100-ə bölürük. Yox, əgər reaksiya girəni tapmışıqsa, burada hansı ki reaksiya girəni tapmışıq, onda aldığımız ədədi 100-ə vurub verilən faizə bölürsən. O da eləyir 10. Cavab D variantı. 24-də. Hansı hər iki maddə bütün karbon atomları sp2 hibridləşmə vəziyyətindədir? Əlbəttə ki, strolla divinil. Baxın, strol budur, vinil benzol. 8 karbonu var, 8-i də sp2-dir. Divinildəki butadiyen bir üçdür də. Bunların da hamısında 2 qat var deyə ona görə C variantıdır. 25-də. Strol molekulunda neçə dənə sigma rabitə? Bir dəqiqə. Strol molekulunda neçə sigma rabitə? sp2 S örtülmədən yaranıb. Bunların hər təpə nöqtəsi CH-dır da, düzdür, CH. Amma bura C-dır. Niyə? Çünki H-ını vinil əvəz eləyib. Aha. Bütün burada 8 karbon var. 8-i də sp2-dir. sp2 nə deməkdir, bilirsizmi? sp2 karbona birləşən hidrogen sayı. Bax, bu 8 karbonun 8-i də sp2-dir. İndi bu 8 dənə karbona baxın, görün neçə hidrogen birləşib? 5, 8 dənə. 8 D variantı. 26. Hansı sırada olan bütün maddələr kalium permanganat məhlulunu rəngsizləşdirmir? Alkinlər rəngsizləşdirir. Alkenlər rəngsizləşdirir. A-da butin getdi, B-də etilen getdi. D-da izopren alkadiyen də getdi, Y-də butin getdi. Ümumiyyətcə, kalium permanganatı rəngsizləşdirənləri sayıram sizə. Alken, alkadiyen, alkin, arenlərdə də benzoldan başqa hamısı. Kalium permanganatı rəngsizləşdirir. Rəngsizləşdirməyənləri sayıram. Alkan, sikloalkan, bir də ki benzol. Arenlərdən bir dənə benzol. Alkan, sikloalkan, bir dənə də benzol. İndi C variantında. Bəli, benzol yan şaxəsi yox deyə rəngsizləşdirmir. Propan, pi rabitəsi yox deyə rəngsizləşdirmir. Polistrol. Strol rəngsizləşdirir, amma polistrol polimeri yox. Niyə? Çünki artıq burada pi rabitəsi yoxdur. Ona görə cavab C-dir. 27-də.
27-də asetilendir, C2H2. Asetilen içərisində qızdırılmış aktiv kömür olan borudan keçirilib, yəni borudan buraxılmışdı. Və bu zaman əmələ gələn məhsul ferm xloric katalizatoru iştirakında. Gəlin baxaq. Asetilen aktiv kömürdən keçiriləndə bilirsiniz ki, bu asetilenin trimerləşmə reaksiyasıdır. Burada alınır benzol. 0,3 mol asetilenden gəlin görək neçə mol benzol alınır. Mollanlıqda əmsal yazdım. Bu eləyir 0,1 mol. Həmən benzolu götür deyir. İndi üzərinə nə gəl? Xlor. Burada alınır. Ferm xlor 3. C6H5 xlor üstə gəl H xlor. Aha. Deməli, əmsala ehtiyac yoxdur. Qutardı. Mən də benzolu 0,1 almışam. Mollanlıqda əmsal. Deyir ki, əmələ gələn hidrogen xloridin mol sayını. Yəni, X, bu da 1 mol. Buradan da X eləyir 0,1 mol. Yəni 0,3 mol asetilendən mən tapdım ki 0,1 mol benzol alınır. 0,1 mol benzol xlorla reaksiya girəndə neçə mol H xlor çıxır deyir. 0,1 çıxdı da, çünki 1-in 1-ə gir bax. İndi o birisində asetilen C2H2 ox qoyur aktiv kömürdən. Burada C6H6 alınır, buraya da 3. 33,6 litr, bu da 3 vur 22,4. Aktiv kömür olan borudan buraxılıb. Deyir alınan məhsul. Gəlin görək neçə mol məhsul alınıb burada. Bu Zelenski reaksiyasıdır. Asetilenin trimerləşmə tənliyi. Aha, bununla bu gedir. Burada qalır 1,5. Vergül atdım bura 0. Bununla bu getdi 2-də 1. X eləyir 0,5. İndi C6H6. İndi bunun üzərinə xlor gəlir. Günəş şüaları. İşıqda yəni H-nü. Bilirsiniz ki, burada birləşmə gedir. C6H6 xlor 6. Buraya düşür 3. İndi mən benzolu almışam 0,5. Mollanlıqda əmsal. Əmələ gələn məhsulun mol sayı X, bu da 1. X eləyir elə 0,5. Bu da variant. Deməli o birisində 2 mol benzolun homologu tam yananda. Benzolun homologu, yəni arenlər belə yazılır, bilirsiniz. Deyir bunun 2 molu yananda 14 mol CO2 alınır. Ona deyə bilərsinizmi ki, bu N7-dir. Görün düzmü deyirəm? Çünki burada 14 dənə karbon var. Buraya 7 yazdım ki, başda da 14 karbon olsun da. Çünki bir reaksiyada sağla sol həmişə bir-birinə atom sayları bərabər olmalıdır axı. Aha. Deməli, onda bu maddə nədir? C7H8-dir. Yəni bu maddə tolu oldu. Tolu oldu, o bir adı metil benzol. Burada 6 karbon sp2-dir. Bax, bir dənə təkcə bu karbon sp3-dür. Deyir, neçə karbon sp3-dür? Bir dənə. Y variantı. Sonra 30-cu sualda 2 mol benzolun homologu. Uşaqlar 33-ə özünüz yazarsınız da, yəni rahat. O eynisidir də, 29-un eynisidir. 31-də etilenlə reaksiya daxil olur, lakin benzolla reaksiya girmir. Əlbəttə ki, elə yox. Benzolla reaksiya ümumiyyətcə girməsin deyir. Baxaq. Bax, oksigen hər ikisindən girəcək, çünki hər ikisindən yanmaya girir, CO2 su verir. Sonra bromla, etilen bromla birləşməyə girir, bromlu suyu rəngsizləşdirir. Benzol da halogenlərlə 3 cür gedir. Alüminium xlor 3-də, ferrum xlor 3-də, işıqda halogenlərlə gedir. Onda B ilə C də getdi. Kalium OH-la bunların heç hası getmir vapşi. Etilen C2H4-dür. Bu su ilə gedir. Bizə C2H5OH spirt verir. Amma C6H6 su ilə getmir. Benzol yağlı təhər mayedir. Heç suda həll belə olmur. Ona görə cavab 7. 32-də deyir, hansı maddə həm asetilenlə, həm də benzolla reaksiya girir. Su olmaz, çünki benzol tutana su ilə getmir də, gördünüz. Aha. H-xlora gələndə bəli, etilen C2H4 H-xlorla girəndə pisi qırılır, Markovnikovla birləşmə gedir. Düzdür, C2H4-də karbon yandakı hidrogenlərə eyni deyə fərq eləmir. Markovnikov tətbiq olunmur da, yəni. Amma reaksiya gedir. Hidrogen bir tərəfə, xlor da bir tərəfə. Amma benzol getmir. C6H6 H-xlorla getmir. Elə cavab. Yo, bu deyir ki, həm asetilenlə girsin, həm də benzolla. Məsələn, H-xlor asetilenlə girir, benzolla girmir. Su asetilenlə girir,
bilirsiniz ki, asetilen su ilə reaksiyaya girəndə Kucherov reaksiyasıdır, düzdürmü? Sirkə aldehidə alınır. Amma benzol girmir. Bu deyir hər ikisindən girsin. Hər ikisindən girən C variantıdır. Yuxarıda da dedim. Asetilində pirabitə var. Pi qırılacaq, xlorlar birləşəcək. İndi 1 mol gələndə pirin biri qırılacaq. 2 mol gəlsən 2-si. O birisində də ki, başı benzol xlorla 3 cür gedir axı. 33-də cavab C oldu, 32-də. 33-də asetileni benzoldan fərqləndirən asetilen C2H2-dir, benzol C6H6-dır. Hər ikisi doymamışdı. Karbon kütlə payı eynidir. Çünki hər ikisinin sadə formulu CH-dır da, ona görə karbon kütlə payı eynidir. Hibrid orbitalların sayı eyni olmaz. Bunda 2 dənə sp var, bunda 6 dənə sp2 var. Karbonun dərəcəsi müsbət 1, mənfi 1. Müsbət 1, mənfi 1. Yox, bu fərqləndirəndir. Fərqləndirən cəhət istəyirsə elə B-dir da. Hibrid orbital demirəm, bunda 2 dənə sp var. 2 sp-də 4 hibrid var. Bunda 6 dənə sp2 var, 6 sp2-də 18 hibrid var. Cavab B. 34-də. 34-cü sualda C6H6-dır. C6H6 çevrilib, üstə 3 mol hidrogen gəlirlər C6H12-yə. Belə gedib də bu reaksiya. Deyir ki, üzvü maddə molekulunda azalan nədir? Azalan. Bu müsbət 1-dir, bu mənfi 1 eləyir. Bu müsbət 1-dir, bu mənfi 2. A variantı deyil, karbon dərəcəsi azaldı. 35-də. 35-də C6H6, üstə gəl xlor 2. Alüminium xlor 3-də alınır C6, xlor 6, üstə gəl H xlor. Üzvü maddə molekulunda artan nədir? Artan. Müsbət 1, mənfi 1. Mənfi 1, müsbət 1. Karbon dərəcəsi artdı. Cavab 35-də, ona görə B variantıdır. 36-da. Deməli, C6H6-nın üstə xlor gələndə alüminium xlor 3-də dedik ki, nə alınır? C6, xlor 6, üstə gəl H xlor. Azalan nədir? Azalan hidrogen atomunun sayı azalıb da. Bu üzvü maddə deyir, budur. Bu da üzvü maddən budur. Görsən hidrogenin sayı 6 vahid üzvü maddədə azalıb. Ona görə 36-da A variantı. 38-də, 37-də. İndi 37-də nə? C6H6-nın üstünə 3 mol H2 gələndə sikloheksan alınır da. Artan nədir? Artana baxaq. İndi buna bax, bir də buna bax. İndi karbon kütlə payı neyini yer sizcə? Əlbəttə azalar. Karbon hər ikisində 72 qramdır. Amma emer artdıqca karbon kütlə payı azalacaq. Bəs hidrogen kütlə payı nə var? Hidrogen kütlə payı artır. Ona görə Y variantıdır. 1 molu tam yananda 72 qram su alınıb. 72 qram su nə deməkdir? 1 mol su 18 isə 72 eləyir 4 mol su. 4 mol suda neçə hidrogen var? 8. Hansı cavabda 8 hidrogen var? A variantıdır. 39-da. Benzol alüminium xlor 3 ilə xlor iştirakında bilirsiniz ki, C6, xlor 6, üstə gəl H xlor verirdi. Bunda adı heksaxlor benzol idi də. Heksaxlor benzol Y variantında. Dəmir 3 xlorid iştirakı ilə benzolun xlorlaşmasından bilirsiniz ki, nə verdi bizə? C6H5 xlor, üstə gəl H xlor. Burada da xlor benzol. Y variantı. Y yox, D variantı. Xlor benzol D-dadır. İşıqda C6, H6 xlor 6, o heksaxlor sikloheksan idi. 41-də molekulunda bütün karbonları sp2 hibrid vəziyyətində olan polimerləşə bilən maddə əlbəttə ki, stiroldur. Baxın. Burada 8 karbon var. 8-i də sp2-dir. Burada 8 karbon var. 8 də sp2-dir. Özə polimerləşə bilir və buradan nə alınır? Polistirol. C variantı. Sonra 42. Molekulunda bütün karbonları sp2 hibrid vəziyyətində olan və bromlu su rəngsləşdirən yenə stiroldur. Həm stirolun 8 karbonu var, 8-i də sp2-dir. Pirabitə, yan şaxədə pirabitəsi var, bromlu suyu da rəngsləşdirir. 43-də sadə formulu CH-dır. CH o deməkdir ki, indeksləri birin-birə.
Aqreqat halı mayedir, bromlu suyu rəngsizləşdirmir. Benzoldur da bu. Sadə formulu CH-dır. Həqiqi formulu desə belədir. Mayedir özü, yağlı təhərdir. Mayedir, su dəlli olmur. Bromlu suyu rəngsizləşdirmir arenlər. Ona görə cavab nədir? D variantıdır. 43-də D. 44-də. 44-də nə deyir? Baxın, X nədir ki? 4 mol H2 çıxanda 4 mol H2. Bax, gəlin belə eləyək də. Bax, buradakı maddə nədir? C6H6 döyük. Elə C6H6. 4 mol H2 nə deməkdir? 8. Bununsa 8 gələndə bu eləyir C6H14. Bunun adı heksandır. Bəs bunun üzərinə 3 mol H2. 3 mol H2 nə deməkdir? Bunun üstə 6 hidrogen gəl. O da eləyir C6H12. Bu disikloheksandır. Bu da ki, eləcə heksandır. D variantıdır da. 45-dəki maddə nədir? Toluoldur da. C7H8-dir elə. Bu toluoldur. C7H8-dir. İndi mən bunun üstünə, yəni bundan 4 mol H2 çıxıb. Birinciyə bir baxın. X yazıb ki, çıx 4 mol H2. Yəni X-dən 8 dənə hidrogen əysildəndə bu alınır. Bununsa 8 hidrogen gəl. C7H16. Bu heptandır. Bəs indi bundan 3 mol H2 gəl. Yəni 6 hidrogen gəl. C7H14. Bu C7H14. Bu metil disikloheksandır. Belədir, bax. Metil disikloheksandır. Bax bu. Bu isə eləcə heptandır, bilirsiniz. A variantı. Hansı reaksiyalar adi şəraitdə gedir? 46. 46-ya baxaq. 46-da hansı reaksiya adi şəraitdə gedir? Deməli, birinci maddə stiroldur. Stirol da bilirsiniz ki, bromlu suyu adi şəraitdə rəngsizləşdirir. İkinci, arenlər bromlu suyu rəngsizləşdirmir. Düzdür, bromla gedir. Özü də 3 cür. Ferrin brom 3-də, alüminium brom 3-də, işıqda gedir. Amma adi şəraitdə deyil də bu. Üçüncüdə asetilen, alkindir. Alkinlər adi şəraitdə bromlu suyu rəngsizləşdirir. Cavab 1-3-dür ona görə. Toluolun qatı sulfat iştirakında nitrolaşdırdıqda. Bax, toluol budur. Bilirsiniz ki, bunun yan şaxəsi var. Benzoldan fərqli olaraq bunda yan şaxə olduğu üçün deməli burada deməli ikinciyə, dördüncüyə, bir də altıncıya nitro qrup birləşir. Üstə gəldə su. 2, 4, 6 trinitro toluol. İkincidə, dördüncüdə, altıncıda. D variantı. 47-də D. 48-ci sualda. Hansı sxem üzrə N7 olanda benzoid turşusu alınır? Əlbəttə ki, benzoid turşusu C7H8-dən alınır. Biz bunun üzərinə kalium permanganat məhlulunu gələndə, bax belə olur. COH, üstə gəl kalium OH, üstə gəl mangan O2. Benzoid turşusu oldu. B variantı. B variantında N7 qoyanda bu alınır. 49-da benzolun homologu. Bu nə deməkdir? Yəni CnH2 6 formuluna tabi. CnH2 6, yəni arenlərə tabi. Birinci benzolun homologu deyil. Çünki stirol CnH2 8 formulunu daşıyır. Üçüncü fenoldur. Bu da olmur. O ayrı bir şeydir də. Yəni aromatik spirtlərin siniflər arası zameridir. CnH2 7 OH-dır. Cavab 2 ilə 4-dür də. Biri etil benzoldu, biri də ksil oldu. Cavab 2-4. C variantı. 50-ci sualda. Hansı reaksiya nəticəsində benzol əmələ gəlir? Deməli, A variantındakı maddə 2, 4, 6. O maddə C6H14-dür də. Bundan 4 mol H2 çıx. Bu nə deməkdir? 8 hidrogen. Bundan 8 hidrogen çıxanda C6H6. 50-də A. 51-də. Hansı halda hidrogenin halogenlə əvəz olunması getmir? Benzol bilirsiniz ki, halogenlə işıqda birləşməyə girir. B variantında alınır C6H6 xloraldı. Bayaqlarım o 3 tənliyi başda yazdım ki, bunlar bizə çox lazım olacaq. Cavab B. Əvəz etmə yox, burada birləşmə oldu. 52-də hansı tənlikdə reaksiya məhsulları doğru deyil? B variantı səhvdir də, yəni indicə yazmadım, orada C6H6 xloraltı alınır. Hansı reaksiya tənliyindən alınan məhsul doğru deyil?
Birinci düzdür, tolol benzoy turşusu verir. B variantı səhvdir. Niyə? Çünki bax, B variantındakı tənlik bayaqki budur, 47-cidəki. Çünki tololun üstünə nitrat gələndə ikincidə, dördüncüdə, altıncıda nitro qrup yaranır. 2, 4, 6 trinitro tolol. Ona tol ya da trotil deyirlər. B variantı səhvdir. 53-də B səhvdir. 54-də hansı reaksiya getmir? C variantı. Arenlər natriumdan getmir ki. C variantı getməz. 55-də hansı reaksiya gedir? A variantıdır. Benzol halogenlərlə 3 cür gedir. Bilirsiniz. 56-da benzolun tam yanması. C6, H6, üstə gəl O2. Burada verir CO2 plus su. Bunu əmsallaşdıranda bu delir 15. 0,2 mol, mol nöqtə əmsal. Neçə litr oksigen? X, bu da 15 vur, 22,4. Buradan da X eləyir. Deməli, vergül atdım bura 0, bundan bir getdi 10. Bu delir 33,6. 56'dadır. 57. sualda 156 gram benzolun disiklok heksana çevrilməz. Benzol C6H6'dır. Bunun üzerine 3 mol H2 gələndə C6H12'dir. 156 gram benzol 78. Neçə litr hidrogen? X litr, bu da 3 vur 22,4. Bununla bu gedəndə 2 dəfə 3 6, 6'ya da vuranda 134,4. B variantıdır. Cavab B. 58. sualda hansı reaksiya getmir? Hansı reaksiya getmir? Arenlər hidrogen halogenitdən getmir. O biri tənliklərin hamısını bilirik. A variantında C6H6 xloraltı alınır. B-də polimerləşmə olacaq, pi qırılacaq, kənardan çıxacaq polistirol. C-də əgər ferm xloru üstüsə C6H5 xlor üstə gəl H xlor. İşıq olsa C6H6 xloraltı. Yox, alüminium xlor olsa C6 xloraltı üstə gəl H xlor. Y-də də ki 2, 4, 6 trinitro tolol. Cavab D variantıdır. 58'də D. 59'da hansı maddələr adi şəraitdə bromlu su rəngsləşdirir? Pisi olmalıdır. A variantı. Etilen, etin, vinil benzol. 59'da A. 60'da hansı maddənin oksidləşməsindən benzoy turşusu alınır? Tololdan da bilirsiniz ki, tololu kalium permanganat məhlulundan oksidləşdirəndə kalium OH, mangan O2. Bu da benzoy turşusu. Tololdan da variantı. 61. sualda 61'də C2H2-ni aktiv kömürdən keçirəndə C6H6. X-in budur. Bunun üzərinə 3 mol H2 gələndə C6H12 alınır. Bu da Y-dir. Bunun formulu CnH2-6'dır. Bu da CnH2-dir də. Cavab A variantı. 62'də deyir ki, o hansı maddədir ki, hidrogen sayı 6 dənədir. Hidrogen 6 benzoldu, C6H6. 8'dən olan tololdu, C7H8. Butan da C4H10'dur. Y variantıdır da cavab. Y variantı. İndi o birisi 63 asandı, özünüz yazın. 64. 1 mol benzol. Benzol C6H6'dır. Üzərinə 3 mol H2 gəl. Bu verir C6H12. Bunun formulu CnH2-nə tabidir. C variantı. 65'də. 65'də nə deyir? Deyir ki, bax, CnH2 üstə gəl 2-dən 4 mol H2 çıx. 4 mol H2 nə deməkdir? 8. Bundan 8 hidrogen əksid. 8 çıxanda CnH2 çıx 6. CnH2 çıx 6'nın emeri 14 çıx 6'dır. 14 çıx 6. 65'də variantı. 66'da İndi yenə eyni şeydir. İndi CnH2 nə deyir orada? Deyir ki, N 6 vermişəm. İndi N6 qoyun görüm nə alınır başda? C6H14. Bundan 4 mol H2 çıxanda burada C6H6 alınır. Bu X-dir. C6H6'nın üstünə 3 mol H2 gələndə burada alınacaq C6H12. Bu C6H12 bu pisizdə, bu benzoldu. Buna 3 mol H2 gələndə pi sistem dağılır. Belə olur. Bu disikloalkandır. A variantı. Yo, məndən onu istəmir, üzr istəyirəm. Mən sonuncuyu tapdım, CnH2 bunu.
Yo, məndən X istəyir. Hə, X butana benzol arendir da, yəni. Y variantı. 67-də. Deyir ki, 67-də nə deyir? Bax, hidrogeni deyir 10'dur. Yəni, birincidə 2-yə çıx 2'yi 10 verib. Neçə eləyir burada? 6. Deməli, bu C6, H10 oldu. Karbon X6 aldı. İndi o birisində N'ə 9 qoy deyir. N'ə 9 qoyanda C9, H12. 2 dəfə 9, 18, 6 çıxanda 12. Buyurun, 12 dənə hidrogen var. Bu da Y-dir. B variantı. 68 özünüz yazarsınız. 69'da XY maddələrinin ümumi formulu CnH2-6'dır. Deyir ki, X maddəsi qızdırılma zamanı kalium permanganatı rəngsizləşdirir. Hə, rəngsizləşdirir. Bax, CnH2-6'ya tabidir. Kalium permanganatı rəngsizləşdirir. Heksanı çıx, çünki CnH2-6'yı daşımır. Sonra elə bir dənə heksanı çıxdıqda, o birilərdən kalium permanganatı rəngsizləşdirən tolu oldu. Çünki yan şaxəsi var. Bir də paraksilol olacaq. Onun da yan şaxəsi var. C-lə D. Amma Y-ə keçəndə Y. Y deyir, rəngsizləşdirmir. Onda benzol. Benzolun yan şaxəsi yoxdur axı, bilirsiniz ki, rəngsizləşdirmir. C variantı. Yazdım bunları. Benzoldan istirol. 10 qramdır, lap yaxşı. Üzərinə brom gələndə rəngsizləşmə deyir deyə bunu aparmadım. Əslində uşaqlar C6H6 bromla reaksiya gedirik, 3 cür gedir özdə. Şəraitdən asılı olaraq. Prosta bu rəngsizləşmə deyilir deyə deyir rəngsizləşdirir. Mən onda ona görə benzolun üstünə xətt çəkdim. Çünki arenlər bromlu suyu rəngsizləşdirmir. İndi bunun üstünə brom gələndə yan şaxədəki pi qırılır və belə olur. Aha. Ma deyir 500 qram 1.6%. 500'ün 1.6%'ni tap. Neçə eləyir bu? 8 qram. Bromu ise 8, bu da 160. Deməli, mənə nə deyir? Buradan mən strol tapa bilərəm. Strol da verib 104. Buradan bu eləyir 5.2 qram. C8H8. C8H8. Ondan 5.2 çıxanda 4.8 qramda C6H6'dır. Mənə deyir ilkin qarışıqda benzolun faizini. Onun 100%'dirsə, benzol da 4.8'im də X-dir. O deyir 48%. A variantı. Bu benzol. Bu da toluol. Bunun üzerine kalium permanganat məhlunu gələndə bilirsiniz ki, kalium permanganat məhlunu gələndə benzolda yan şaxə yoxdur deyə kalium permanganat məhlunu rəngsizləşdirmir. Amma bu rəngsizləşdirir. Bizə nə verir? Benzoy turşusu. Mən onsuz da bundan bu lazımdır. Hə, əlavə kalium OH, mangan O2 də çıxır. Mən olsa bunlarla işləyəcəm. Hərəsində də 7 karbon var, problem yoxdur. Bunun ikisi bir yerdə 10 qramdır. Mənə deyir 6.1 qram turşu. Bu da 122. Buradan mən bunu tapıram. X bu da 92. Buradan X bərabərdir 4.6. Bu tolu oldu. Ondan 4.6'yı çıxanda 5.4 də benzoldur. Benzol faizini tap deyir. İndi onun 100%'dirsə, onun 100%'də 5.4'üm də X. O deyir 54. B variantı. Metanla benzol. Metan CH4'dür, benzol da C6H6'dır. Ümumi olan nədir? Ümumi olan. Molekulunda sigma rabitə bunda 4'dür. Karbonla hidrogen arasında 4 dənə. Burada bu belə deyim də. Burada bilirsiniz ki belə idi də. 6 karbon arasında 6'dır. Karbonla hidrogen arasında da 6, o da eləyir 12. Eyni olmaz. Yəni CC arası var, CH arası var da ona görə. CC arası da 6'dır, CH arası da 6, 12. Ümumi formulları eynidir. Biri CnH2-nin üstə gəl 2'dir, biri CnH2-nin çıx 6'dır. Aqreqat halları biri qazlı, biri maye. H-xlorla reaksiya daxil olmamaları, bəli, ikisi də H-xlorla gelmir. Polyar sigma bilirsiniz ki, molekulunda polyar rabitə CH arası idi. Birində 4 dənə idi, birində 6 dənə. Ona görə cavab D variantıdır. İkisi də getmir.
Sonra o birisində. Sonra buten C4H8'dir. Toluğu C7H8'dir. Ümumi olan nədir? Hidrogen atomu sayı eynidir. C variantı. 74'də. Benzol üçün nə doğru deyil? Benzol budur. Benzol budur. 12 sigması var, bəli. Bir CC arası var, bir də CH arası. Disiklik deyə CC arası ilə karbon sayı qədərdir. CH arası da C6H6 deyil mi? Bu 6 dənə hidrogen var, 6. Bir düz. Bromlu suyu rəngsizləşdirir, səhvdir. Arenlərin heç biri bromlu suyu rəngsizləşdirmir. Gedirik, amma rəngsizləşdirmir. 1 molu yananda C6H6'nın 1 molu yananda suyun qabağına 3 düşürdü 6 hidrogenə görə. Ona görə 3 səhvdir. Bizdən səhv istəmirdimi? Cavab 2-3'dür də. Toluol üçün hansı ifadə doğru deyil? Toluol bilirsiniz ki budur. C7H8. Bilirik ki bu metil sikloheksan dehidrogenləşəndə alınır. Metil sikloheksan, onda bir səhvdir. Molekulunda 6 karbon sp2'dir, bir dənə sp3 var. Ona görə 2 də səhvdir. Kalium permanganatdan bəli, rəngsizləşdirəndə nə alınırdı? Benzoy turşusu alınır. Benzol getmir, benzol. Niyə? Çünki benzolda yan şaxə yoxdur. Amma bu gedir, benzoy turşusu verir. Ona görə bizdən səhv istədiyi üçün cavab 1-2. Hansı ifadələr benzol üçün doğrudur? Benzol C6H6'dır. Asetilen termerləşəndə alınır, bəli. Bilirsiniz ki, aktiv kömürdən keçirirdik. Ona görə 1 plus. 12 sigması var, 2 plus. Suda yaxşı həll olur, səhvdir. Benzol yağlı təhər mayedir. 76'da D variantı, 1-2. %77'də. 77'də hansı ifadələr stirol üçün doğrudur? Stirol C8H8'dir. Deməli 1 molu yananda 4 mol su alınır. Bir molu yananda 4 mol su alınır. Bu düz. Molekulunda yalnız 6 karbon sp2'dir. Xeyr, stirolda 8 karbon var, 8'i də sp2'dir. Aromatik birləşmədir, bəli. Cavab 1-3. Y variantı. 78'də. X'in üzərinə 3 mol H2 gələndə Y alınır. X'in üzərinə kalium permanganat məlunu gələndə benzoy turşusu. Benzoy turşusunu verən bilirik ki, bu toluoldur. Toluol C7H8'dir. Bunun üzərinə 3 mol H2 də gələndə bu C7H14 olacaq. C7H14Y. Bu metil sikloheksandır da. Belə. Bu toluoldur. Bax bu toluoldu. Üstə 3 mol H2 gəldim, pi sistem dağıldı. Aydın oldu mu? Ona görə Y variantıdır. Deməli o birisində heksan bilirik ki C6H14. C6H12. Deməli bu bilirsiniz ki bu heksandır, alkandır. Elə. Bu çevrildi nəyə? C6H12. Bax heksan alkandır. Bundan 2 mol H2 çıxanda sikloheksan verdi. Bu sikloheksan formuludur. Yox, bir dəqiqə. Bizdən bu 1 mol H2 çıxdı. Yəni bu bir alkena uyğundur. Alkena. Bir də sikloalkana uyğundur da, bilirsiniz. CNH2 daxil. Yaxşı, indi o birisinə baxaq. C6H14'dən çıx 4 mol H2. 8 hidrogen çıxanda bu deyir C6H6. Bu da benzoldur. C variantı. C variantı çıxır da cavab. 80'də deyir C2H2 üstə 2 mol H2 gəldim. Bunun üçün nə doğrudur? Karbonun kütlə payı azalır. Bəli, düz deyir də. Nəyə görə? C2H2, C2H6. Hər ikisində 24 qram karbon var. Amma Mr artdıqca faiz azalacaq. Cavab variantı. 81'də. 81-ci sualda X ilə Y reaksiya girib T yaradıb. T də oksigenlə katalitik oksidləşib. Görürsünüz də orada keton alıbdır. Bu bildiniz də nədir? O fenolla aseton alınma tənliyidir. Deməli orada T kum oldu.
Baxın, X, Y nədir? Bunlar benzolla etilen, propilendir, üzr istəyirəm. Propilen. Bilirsiniz ki, bunlar bizə nə verirdi? Bax, kumolu verir. Kumol da o bir adı izopropil benzol. Bunun üzərinə oksigen gəlirdi, qatı sulfat turşusu iştirakında. Bizə nə verirdi? Fenol verirdi, bir də aseton verirdi. Buyurun. Fenol, aseton. Hətta zetimiz xlorla işıqda gedir, H-xlor çıxardır. Bizə deyək, indi buna baxaq. Deməli, burada T kumoldur. Tas T-ni soruşmur məndən. X, Y soruşursa, X, Y bulardır. Hansı cavabda var bu? D variantında görə bildik də. D variantında, bəli. (82) özünüz yazarsınız, eynisidir. 83-də. Benzolun homologudur. Bilirsiniz ki, arenlər belə yazılır. CNH-6. Bu mənə deyir ki, baxın, biz özümüz normalda bilirik ki, 1 mol benzol yananda suyun qarşısına nə çıxır? Düşür. NH3. Düzdür? Bu hidrogenə görə. Düzmü deyirəm? Aha. Yəni, belə başa salım da. Bu sualın məğzi nədir? Bu sual bizdən tələb eləyir ki, benzolun homologu yananda, 1 mol yananda, əmələ gələn suyun mol miqdarı N-4 olsa, biz benzolun homologunun formulunu çıxartmalıyıq. Baxın, biz buradan nə görürük? Biz görürük ki, N-3 mol su əmələ gələndə, biz arenlərin formulunun belə olduğunu bilirik. İndi mənə deyir ki, N-4 mol su əmələ gəlir. Və yaxşı, N-4 mol su əmələ gələndə bunun formulu nətərdir? Bax, biz bunu araşdırmalıyıq. Fikrim çatdı mı? Başa düşdünüz də, yəni biz burada nədən danışırıq? Yenə deyirəm, arenlərin 1 molu yananda N-3 mol su alınır. Yəni, N-3 mol su alınanda bunun formulu belədir. Bəs N-4 mol suda nə qədərdir? Deməli, burada N-4 mol su alınır. N-4 mol su alınanda, indi buraya baxın, neçə hidrogen var? H, 2N-8. Burada karbona nə yazım? Karbona nə yazacağım? İndi karbonu necə tapaq? Buraya baxın. Buradan karbonu necə taparsınız? Bax, sual verirəm. Bunu necə taparsınız? Bunun üstünə 6 gələrsiz, 2-yə bölərsiniz. Göründünüzmü deyirəm? Bax, bunun üstünə 6 gəlib 2-yə böləndə alınır. İndi bunun üstünə 6 gəlin, 2-yə bölün. Deməli, N-1-dir də. İstəyirsiniz, yoxlayaq. İndi, hidrogen sayını necə tapırlar burada? Karbon sayını 2-yə vurub 6 çıxıblar. İndi bunu 2-yə vur, 6 çıx. Bu alınırdan. Gördünüzmü? İndi hibrid orbitalın sayını istəmir. Mən formulu tapdım ki, formul budur. Yəni, N-4 mol su əmələ gələndə formul budur. İndi hibridi tapaq. Hibrid nətər idi? 6 dənə nağda sp2 var idi. Buradan neçə karbon var? N-1. 6-sı sp2 isə yerdə nə qalır? N-7. N-7 dənə də sp3 var. 1 sp2-də 3 hibrid varsa, bu eləyir 18. 1 sp3-də 4-dürsə, 4-ü vuranda 4N-28. O da bərabərdir 4N-10. 4N-10. Cavaba variant. 84 eynisi də özünüz yazarsınız. 85-də. Deməli, karbohidrogendir. Karbohidrogen yazılır CXH-də, öyrətmişəm. 0,2 mol yanında 1,2 mol CO2 alınır. Onda buradan X-ə nə yazım? 6 yazım ki, karbonlar bərabərləşsin də. İndi deməli, cavab 6 olandır. Cavab B-dir, ya da 7, ya da A-dır. İndi deyir, bunun 0,1 molu günəş şüasının təsirindən 0,3 mol xlor birləşdirir. Yəni, 0,1-ə 0,3 birləşdirirsə, deməli, 1-ə 3 birləşdirir. O hansı maddədir indi onlardan ki, 1 molu 3 mol xlor birləşdirir. Əlbəttə ki, arenlərdir də o. 6 elektronlu pi sistemi var, axı 3 mol birləşdirən olardır. O birisində 86 bayaqki 81-ci sualdan da fenolla asetonu verən nə idi? Deməli, zetim kumoldur. Kumol nədən yaranır? Benzolla, propilenlə. Yox. Benzolla, propilen D variantıdır. Sonra 87-də. 87-də nə deyir? Deməli, biz burada hardan başlayaq? Əlbəttə ki, stiroldan. Biz stirolun belə olduğunu bilirik. Çünki orada ipucu stiroldu. Stiroldu. Elə? İndi stirol nədən alıblar? Sual verirəm. Biz stirolu nədən alacağıq? Stirolu almaq üçün bilirsiniz ki, deyir nədən hidrogen çıx? Bax, orada hidrogen çıxar.
Hidrogen nədən? Etil benzoldan. Bilirsiniz ki, belə. Mən bundan 1 mol H2 çıxardanda yan şaxada pi sistem yaranır. Yaxşı, bu nədən yaranır? Bu da yaranır benzolla etilendən. Bunlardan. Deməli, mənim orada R radikalım etildi. Məlum məsələdir bu. R etildi. C2H5'dir. Ya da mən bunu necə ala bilərəm? Yəni, belə ala bilərəm də. Təkcə sterolu, yəni bundan almırlar. Yox. Yəni, təkcə bundan almırlar ki, bundan da alırlar da benzolun üstünə C2H5 xlor gəl. Elə C2H5 yan şaxıya birləşəcək. C2H5 üstə gəl H xlor. Aydın oldu mu? Ona görə A variantıdır. Etil benzolu almalıydık. O da variantında var. Mən əslində benzolla etilin axtarırdım. O da cavabda yox idi. Başqa bir yolla alıblar. İndi o birisinə keçirəm. Yenə deyir, benzol sırasıdır deyir. Yazıram CNH-6. Deməli, biz bilirik ki, CC sigma bunlarda N'dir. Yəni, bunu hamı bilir. Hardan bilirik? Bilirik ki, arenlər qapalı figurdur, yəni disiklikdir. Disiklikdir deyə CC arası sigma karbon sayı qədərdir. Yəni, bunu bilirik. Bu məlum məsələ. İndi bu CC arası sigma N+1'dirsə, deməli, karbon sayı nəymiş? Elə N+1 imiş də. Düzmü deyirəm? Çünki bunlar yenə deyirəm, disiklik quruluşdur. CC arası sigma karbon sayı qədərdir. Əgər CC sigma N+1 isə elə karbon sayı da N+1. İndi hidrogen tapın görüm. Hidrogen tapmaq üçün burada nə eləmişik? 2'yə vurub karbon sayını 6 çıxmışıq. İndi bunu 2'yə vurun 6 çıxın. O deyir 2'yə çıx 4. Elə. İndi bunu yandır deyir. Bunu yandıranda CO2'nin qabağına nə düşəcək? N üstə gəl 1. N çıx 2 molda su. İndi oksigen. Burada nə qədər oksigen var? 2N+2. 2N+2, bu da N çıx 2. Burada qalır 3N. O da 3N bölü 2 eləyəcək. Daha variantı deyil mi? 89'da. 89'da birinci tənlik hamımız bilirik ki, benzolun alınma tənliyidir. C6H6 üstə gəl sinko. İkinci tənlik. Bilirik ki, 2 halogenli alkanın üzərinə əsasın spirtə məhlul gəndə alkin alınır. Burada asetilen alınacaq. Kalium xlor, bir də su çıxır. Axırıncı da. Deməli, qısım budur. Yox, yəni birinci tənlikdə bu alınır. Üzvü maddə olaraq. İkincidə bu, üçüncüdə də bu. Sadə formullar CH-dır. Əlbəttə cavab doğrudur. Çünki bunların hamısında indekslər birin-birədir. E, 90-cı sualda C6H6 üstə gəl natrium CO3. Üçüncüdə kalsium OH2 üstə gəl C2H2. O birisində isə aktiv kömürdən keçəndə o Zelenisk reaksiyası trimerləşmə C6H6 alınır. Bu reaksiyalar üçün ümumi olan nədir? Yenə eyni şeydir. D variantıdır. Çünki sadə formulları eynidir. Sadə formulları CH-dır. Niyə? Çünki karbonla hidrogen nisbəti birin-birədir hər birində. O birisində 91'də nə deyir? Deyir X alifatikdir. Alifatik nə deməkdir? Açıq. Bütün karbon atomlarının hibrid vəziyyəti sp3'dür. Onda belə çıxır ki, X alkandır. Neyniyim? Deyir bütün karbonları sp3'dür. sp3 olan alkanla desək bu alkandır, amma açıq deyirsə deməli bu alkandır. İndi deyir ki, karbonların sayı hər ikisində N'dir. Y-də benzol sırasıdır. X-Y molekulunda sigma rabitənin fərqi. Deməli, Y-də benzol sırasıdırsa, bu da CNH6-dır. Hamımız bilir ki, alkan açıq zəncirdir. Açıq zəncirlərdə sigma rabitənin sayı ümumi atomun sayından 1 əksikdir. Bu 3N+1 eləyir. Bunlarda isə disiklikdir. Disikliklərdə isə ümumi atomun sayı qədər olur. 3N+6. İndi bunlarda sigma rabitənin fərqi. 3N+1-dən çıxıram 3N+6-ya. Bu da eləyəcək 7. Cavab Y variantı. 91'də Y. 92-ci sualda. Sterol hansı maddənin dehidrogenləşməsindən alınır?
Strol əlbəttə ki, etil benzoldan. Bundan H2 çıxanda əlbəttə ki, vinil benzol alınır. Cavab B. 92-də B. 93-də hansı birləşmənin adı doğru deyil? Birinci tol ya da trotildir, ya da 2,4,6 trinitrotolol düz verilir. O birisi 1,2 dimetil benzol düzdür. D da düzdür, benzoid turşusudur. C də düzdür, 1,4 nömrələyəndə 1,4 dimetil benzol. Y səhvdir, çünki o maddə kumoldur. O bir adı izopropil benzoldur da. Y variantı səhvdir, propil səhvdir. Hansı kimyəvi reaksiyalar işıq təsirində baş verir? Birinci 100% doğrudur, çünki alkanlar halogenlərlə işıqda gedir, xlorla işıqda gedir. Bir də ki, benzolun xlorla işıqda C6H6 xlor 6 alınma tənliyi var, 4-dür. 1,4. Hansı maddə izopropili benzolun izomeridir? İzopropil benzol deyəndə neçə karbonu var? 9 dənə. İndi 9 karbonlu aren tap mənə. C variantına bax. Benzolda 6 dənə, trimetildə 3 dənə. 96-da 1 metil 2 etil benzolun izomeri. 1 metil 2 etil benzolda yenə deyirəm 9 karbon var. Hardan bildim? Benzolda 6 dənədir, metildə 1 dənədir, etildə də 2 dənə, 9. Cavab 1 düzdür. Bir də 3 düzdür. Üçüncüdə də 9 karbon. (97-ci sualda hansı reaksiyadan H-xlor alınmır? Əvvəla bilirik ki, C6H6 xlorla işıqda gedir. Belə alınır. D variantı. (98-ci sualda hansı ifadə toluğula aiddir? Qızdırıldıqda kalium permanganat məhlulunu rəngsizləşdirmir. Səhvdir, A variantıdır. Niyə? Çünki biz bilirik ki, arenlərdən bir dənə benzol kalium permanganat rəngsizləşdirmir. Çünki yan şaxəsi yoxdur. A variantı səhvdir. Tərkibində eyni sayda karbon atomu olan karbohidrogenlərdən karbon kütlə payı ən çox olan. Baxın, alkan belədir, CNH+2. Sikloalkan, alken, alkadiyen. Bu da alkin. Aren də belədir. Deməli, tərkibində eyni sayda, hamısının eyni sayda karbonu var onsuz da. Ən çox karbon kütlə payı, karbonun kütlə payı çox olan deyir, heç nə. Karbonun kütlə payı ən çox olan, emeri ən balaca olanlardır da. Emeri ən balaca olanı seçməlisən. Emeri ən balaca olan da budur, Y variantı. Yəni benzol sırası. Əgər hidrogen kütlə payı çox olan deyəndə, hidrogen kütləsi çox olmalıydı. Alkan olacaqdı. 100-cü sualda hansı ifadələr doğru deyil? Doğru deyil. Benzol kalium permanganatı rəngsizləşdirir, səhvdir. Benzolda yan şaxə yoxdur. Benzol katalizator iştirakı ilə yüksək temperaturda hidrogenləşir. Əlbəttə ki, 3 mol hidrogen birləşdirir. Benzol dəmir 3 xloritlə gedəndə C6H5 xlor üstə gəl H xlor əvəz etmə reaksiyasına girir. 3 də səhvdir. Cavab 1-3 səhv istəyirdi çünki. B variantı. Uşaqlar, bugünkü testimizin izahı bu qədər. Növbəti videoda testimizin ardını izah eləyəcəm. Sağ olun.